Heç düşünmüsünüzmü, həyatımızı əslində nə formalaşdırır? Sadəcə qarşımıza qoyduğumuz kiçik məqsədlər, yoxsa onlardan daha böyük, daha əhatəli arzular? Gəlin bugün məhz bu fərqin bir insanın həyatını necə dəyişdiyinə birlikdə baxaq. Baxın, bu sual ilk baxışda bəlkə də çox sadə görünür, elə deyilmi? Amma cavabı həyatımızın istiqamətini kökündən dəyişə bilər. Yəni, bir məqsəd bizi hara aparır və o yolun sonunda bizi əslində nə gözləyir? Bilirsiniz, bəzən həyatda, xüsusilə də müəllimlikdə elə anlar olur ki, rollar bir anlıq dəyişir və sən ən dərin, ən unudulmaz dərsi öz şagirdindən alırsan. İndi sizi məhz elə bir hekayəyə aparacağam. Və bütün bu hekayənin ürəyində, bilirsiniz nə dayanır? Bir atanın oğluna yazdığı məktub. Amma bu sadəcə kağız parçası deyil. Bu bir ömürlük dərsdir və bu dərsin ən parlaq nümunəsi də elə bir gəncin hekayəsində gizlənib. Məktubda ata oğluna deyir ki, insanın qarşısına qoyduğu məqsədlər və arzular həyatın mənasını tapmaq üçün çox önəmlidir. Onlar insanın yolunu işıqlandıran çıraq kimidir. Baxın, nə qədər güclü bir bənzətmədir. Amma bu işıq sadəcə növbəti addımı görmək üçün deyil, bütün o uzun səyahətə məna qatmaq üçündür. Gəlin görək bu çıraq bir gəncin həyatını necə aydınlatdı. Yaxşı, gəlin hekayənin başladığı o anı xatırlayaq. Gedirik 2005-ci ilə Pekinə. Təsəvvür edin, dünyanın dörd bir yanından ən parlaq gənc beyinlərin bir araya gəldiyi o gərgin, o həyəcanlı arena. İndi bir anlıq özünüzü o müəllimin yerinə qoyun. Aylarla, bəlkə də illərlə zəhmət çəkdiyiniz şagirdləriniz. İndi bütün ölkənin ümidini öz çiyinlərində daşıyır. Hər bir sual, hər bir an illərin əməyinin sınağıdır. Təzyiqi təsəvvür edə bilirsiniz? Amma o 4 nəfərin arasında biri var idi ki, fərqlənirdi. Elşad. Onun baxışlarında sadəcə yarış həyəcanı yox idi. Sanki daha böyük, daha dərin bir məqsədin verdiyi bir rahatlıq, bir əminlik var idi. Müəllim hiss edirdi ki, o sadəcə yarışmaq üçün orada deyil. Və baxın, yarışdan əvvəlki o son söhbət, məhz o söhbət hər şeyi dəyişdi. Müəllim o an anladı ki, onun uğur verdiyi şeylə şagirdinin xəyal etdiyi dünya arasında nə qədər böyük, nə qədər dərin bir fərq var. Təbii ki, müəllimin ağlındakı hədəf çox aydın və konkret idi. Medal. Bütün o zəhmətin, o gərginliyin sonunda əldə tutulan bir nəticə olmalıydı. Bu, tamamilə məntiqli bir gözlənti idi, elə deyilmi? Amma o heç ağlına da gətirmirdi ki, şagirdinin zehnindəki hədəfin miqyası nə qədər fərqlidir. Və sonra Elşadın o sakit, amma bütün otağı lərzəyə gətirən cavabı gəldi. Dedi ki, mənim hədəfim medal qazanmaq deyil. Mən istəyirəm ki, bir gün xərçəng xəstəliyinə çarə topum və bunu Azərbaycanlı alim olaraq edim. Bir anlıq düşünün, bu sadəcə bir cavab deyildi. Bu, bir ömürlük missiyanın bəyanatı idi. Və müəllim o an hər şeyi anladı. Onun uğur zirvəsi sandığı o medal, Elşadın fəth etmək istədiyi o nəhəng dağın sadəcə birinci pilləsi imiş. Biri bir yarışın sonunu düşünürdü, digəri isə bir ömrün başlanğıcına. Yaxşı, bəs sonra nə oldu? Bu qədər böyük bir arzunun ağırlığı altında Elşad nə etdi? O böyük xəyal gerçəyə döndümü? Gəlin hekayənin davamına baxaq. Və işin maraqlı tərəfi də budur ki, Elşad o hədəfim deyil dediyi medalı qazandı. Özü də gümüş medal. Yəni o müəlliminin arzusunu gerçəkləşdirdi, amma bu, onun hekayəsinin sadəcə kiçik bir detalı idi. Amma başa düşürsünüz, bu gümüş medal onun üçün son mənzil değildi. O böyük dağın zirvəsinə gedən yolda sadəcə bir dayanacaq idi. Bəlkə bir təsdiq, bir motivasiya mənbəyi idi, amma heç vaxt son hədəf olmadı. İndi gəlin bu zaman xəttinə baxaq. 2005-ci il, Pekin, gümüş medal. Bu, başlanğıc. Amma əsl hekayə o iki nöqtənin aradakı illərdə gizlənib. O illər nə deməkdir? Fədakarlıq, inadkarlıq və böyük bir amala sadiqlik. Və nəticə? Bugün o Amerikanın ən aparıcı onkologiya laboratoriyalarından birində məhz o böyük arzusunu yaşayır, o arzu üçün çalışır. Elşadın bu heyrətamiz səyahəti bizi yenidən hekayənin başladığı yerə, atanın o məktubuna qaytarır. Sanki ata bu dərsi yazarkən Elşad kimi bir gənci, onun kimi böyük arzuları olan birini təsəvvür edirdi.
Deməli, fərq əslində budur. Çox sadədir. Kiçik məqsədlər ayağımızın altındakı daşları göstərir ki, büdürəməyək. Amma böyük arzular, onlar uzaqdakı bir mayak kimidir. Fırtına olanda, yolumuzu itirəndə belə o işıq bizə hara getməli olduğumuzu xatırladır. Bizə səfərə davam etmək üçün tükənməz bir güc verir. Və atanın məktubundakı son sözü sanki birbaşa hər birimizədir. Həyat arzularımız qədər böyüyür. Böyük arzular səni çətinliklərdən qorxutmasın. Əksinə, sənə yol göstərsin. Yəni, arzularınızdan qorxmayın. Bəli, yol çətin olacaq. Amma hədəfiniz nə qədər böyükdürsə, yoldakı maneələr gözünüzə bir o qədər kiçik görünəcək. Və beləliklə, növbə gəlib çatdı sizə. Bir anlıq düşünün, sizin medallarınız, sizin qısa müddətli hədəfləriniz nədir? Və daha da əhəmiyyətlisi, bütün bu medalların, bütün bu nailiyyətlərin fonunda parlayan, həyatınıza əsl məna verən o böyük arzunuz, o sizin şəxsi mayakınız nədir?